ABŞ Konqresinin Nümayəndələr Palatası 2027-ci ildə ölkənin hərbi ehtiyacları üçün 1,115 trilyon dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənədin lehinə 215 konqresmen səs verib. 212 nəfər isə əleyhinə çıxıb. Qanun layihəsi isə indi Senatın müzakirəsinə göndəriləcək. Sənədi yuxarı palata təsdiqləsə, ABŞ prezidentinin imzasına təqdim olunacaq. Təşəbbüsün Senatda müzakirəsi çətin ola bilər, çünki onun qəbulu üçün azı 60 senatorun dəstəyi tələb edilir. Daha əvvəl Senatdan analoji qanun layihəsinə rədd cavabı gəlib. Bundan əlavə Nümayəndələr Palatası 95 milyard dollar həcmində maliyyələşməni nəzərdə tutan digər qanun layihəsini də təsdiqləyib. Həmin vəsaitin 73 milyard dollarının İrana qarşı hərbi əməliyyatları maliyyələşdirilməsinə yönəldilməsi təklif olunur. Sənəd də Senatın baxışına təqdim ediləcək. Ekspertlər bildirirlər ki, ABŞ-də müdafiə xərclərinin artırılması son illərdə davam edən tendensiyanın növbəti mərhələsi kimi qiymətləndirilir. Vaşinqton eyni vaxtda bir neçə strateji istiqamətdə Çinlə Sakit Okean regionunda rəqabət, Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı təhlükəsizlik çağırışları və Yaxın Şərqdə İran amili fonunda hərbi imkanlarını genişləndirməyə çalışır. Yeni büdcədə yalnız silah alışına deyil, həm də müasir texnologiyaların inkişafına, raketdən müdafiə sistemlərinə, hərbi dəniz qüvvələrinin gücləndirilməsinə və müdafiə sənayesinin istehsal imkanlarının artırılmasına da böyük vəsait ayrılması nəzərdə tutulur. Tramp administrasiyası İran məsələsini Amerika Birləşmiş Ştatlarının xarici siyasətinin prioritetlərindən biri hesab edir. Məqsəd Yaxın Şərqdə üstün mövqe əldə etmək və bundan həm siyasi, həm də geosiyasi baxımdan faydalanmaqdır. Bununla belə mən ABŞ-nin müharibəni genişləndirmək niyyətində olduğunu düşünmürəm. Daha çox məqsəd güclü hərbi potensial nümayiş etdirərək mümkün danışıqlarda əlverişli mövqe qazanmaqdır. Vaşinqton silahlardan istifadə etməyə tələsmir, lakin ehtiyac yaranacağı halda üstün imkanlara sahib olduğunu göstərmək istəyir. Ekspertlərin fikrincə, ABŞ-nin müdafiə siyasəti təkcə mövcud münaqişələrə cavab verməyə deyil, gələcək risklərə hazırlaşmağa hesablanıb. Xüsusilə Çinlə Tayvan ətrafında mümkün qarşıdurma ehtimalı, Hind Sakit Okean regionunda artan rəqabət və İranla davam edən gərginlik Vaşinqtonu hərbi hazırlığını daha da gücləndirməyə sövq edir. Bununla yanaşı ayrılan maliyyənin mühüm hissəsi müdafiə sənayesinin istehsal gücünün artırılmasına, yeni silah sistemlərinin hazırlanmasına və hərbi logistikanın inkişafına yönəldilir. Yaxın 10 illikdə Amerika Birləşmiş Ştatlarının əsas rəqibinin Çin olduğunu düşünərəkdən qeyd etmək lazımdır ki, Tayvan məsələsi ilə bağlı hərbi böhran, Sakit Okeanda donanmasının gücləndirilməsinə ayrılacaq müəyyən bir büdcələr var. Mütləq şəkildə bu istiqamətdə Amerika Birləşmiş Ştatları addımlar atır. Daha sonra bilirsiniz ki, İranla müəyyən bir müharibələri var və heç bir halda bu dövlətlər arasında müəyyən bir etimad yanaşmaları yoxdur. Həm də qeyd etmək lazımdır ki, hərbi büdcəyə ayrılan maliyyə təkcə müharibələrə sərf olunan silahlar deyil, həmçinin bu silahların hazırlanması üçün sənaye bazasına ehtiyac var. Bununla belə qanun layihələrinin taleyi hələlik Senatın qərarından asılıdır. Sənədlərin qüvvəyə minməsi üçün yuxarı palatada kifayət qədər səs toplaması və daha sonra ABŞ prezidentinin imzası tələb olunur. Analitiklər hesab edirlər ki, qərarlar qəbul edilərsə, bu təkcə ABŞ-nin müdafiə siyasətinə deyil, Yaxın Şərqdə qüvvələr balansına, ABŞ-İran münasibətlərinə və qlobal təhlükəsizlik mühitinə də birbaşa təsir göstərəcək. ABŞ-nin rekord həcmdə hərbi büdcə ayırması isə Vaşinqtonun qarşıdakı illərdə təhlükəsizlik strategiyasını daha sərt və uzunmüddətli əsaslar üzərində qurmağa hazırlaşdığını göstərən əsas siqnallardan biri kimi qiymətləndirilir.